1991-ci ilin yay aylarında Goranboy rayonunun 3 kəndində böyük bir əməliyyat keçirdik. Daxili İşlər Nazirliyinin xüsusi təyinatları kimi Erkəc, Mənəşit, Buzluq kəndləri. İki kəndi biz iyul aylarında oldu bu əməliyyat. Demək, iki kəndi Mənəşit və Buzluq kəndi tez ala bildik. Amma Erkəc kəndində düşmən çox böyük müqavimət göstərdi bizə. Belə bir qərara gəldik ki, 3 desant qrupu həmin o Erkəc kəndinin ətrafında yerləşdirilsin. Elmar Hüseynlə bir yerdə onlara bir tapşırıq verildi ki, onlar ən yüksək dağda yerləşsinlər. O Şpiltli dağdır. Onun ətrafında Erməni kəndi var idi, Mənəşit və sağ tərəfdə Erkəc idi. Üzbəyirdə Rus parisləri var idi kəndi. O əməkdaşlarla bir yerdə yerləşdi o dağda. Deməli, birinci gün sözümüzü heç nə alınmadı. Çünki bizim digər iki qrupumuz böyük müqavimətə rast gəldi. Orada bizim döyüşçü yoldaşımız, sonradan Azərbaycanın milli qəhrəmanı Vüqar Hüseynov şəhid oldu və o qruplar dağıldı. Mənim qrupum ən yüksəkdə yerləşdiyinə görə 12 nəfərlik qrup idi. O qruplardan da 5 nəfəri mən özümə çəkə bildim yuxarı və 17 nəfərlə biz qaldıq mühasirədə. Bir tərəfimiz sıldırım qayalıq idi, arxa tərəfi, ətrafı, üç tərəfi düşmən tərəfindən mühasirədə idi. Bizim qrupu deməli, quru yolla azad etmək, döyüşlə azad etmək qeyri-mümkündür. Ancaq vertolyot vasitəsilə mümkündür bu qrupu azad etmək. Bizə məlumat gəldi ki, ermənilər hücuma keçmək istəyirlər və orada bizim qrupu məhv eləmək gedirlər. Daxili İşlərin birinci müavini General Mamedov mənə tapşırıq verdi ki, bəs indi vertolyot gələcəksən, o vertolyotla get bir kəşfiyyat elə o tərəfdə nə var, nə yox. Bayram Muxtarovla bir yerdə və onun yanında da bir pilot vardı. Ramiz Xosroviç özü də Mamedov verdi vertolyota və biz dördümüz bir yerdə uçduq həmin o təpiyə. Tapşırıq aldıq ki, Goranboyun Todan kəndində xüsusi təyinatlı əsgərlərimiz itkin düşüb. Dəstə-dəstə, bir neçə dəstəsi itkin düşüb. Ayrı-ayrılıqda itkin düşüblər. Tapşırıq aldıq ki, gedib onları tapmalıyıq. Pilotlarla bir yerdə bir manevra idi sözlüsü biz anlatdıq ermənilərə. Niyə görə anlatdıq? Mən düz uçmadım həmən Elmar müəllim olan yerə. Mən biraz sağla uçdum. Pilotlara dedim ki, sağla uçaq, bir manevra ilə erməni tərəfdən girib, uşaqlar oradan götürək. Birinci elə oldu ki, biz bir nəfəri gördük. Gördük ki, bir nəfər yaralıdır elə göydən. Düşdük, onu götürmək üçün gördüm. Mən düşdüm, onu qucaqladım ki, borta qaldırım, gördüm ki, can verir. İstədim onun yaralı olan yerin axtarım, tapım ki, qanın gələn yerini saxlayayım. Axtardım, tapa bilmədim. Sonradan bildim ki, ona elə bir güllə var ki, bədəndə gəzir, girəndən sonra, hətta 5.45 deyərlər, belə, bədəndə gəzir və hətta qan çıxmır həmən yerdən, belə bir güllələr var. Canım tapşırdı, bilmişəm ki, bu, deməli, milli qəhrəman Vüqar Hüseynov olub, Cəbrayıl rayonundan. Vertolyot gəldi. Bizim döyüş yoldaşımız 2-ci bölüğün komandiri İlham Rüstəmov həmin o vertolyotda. Vertolyot dərədən qalxanda biz artıq o vertolyotu vurmağa hazır idik. Biz bilmirdik ki, o bizim vertolyot gəlir ya düşmən vertolyotudur. Vertolyot dərədən qalxanda biz açıq qapıdan İlham Rüstəmovu gördük. Siz təsəvvür edin ki, vertolyot yaxınlaşdı biz yerləşdiyimiz o təpəyə, yerə qonmadan, yerə dəymədən biz 17 nəfər hamısını mən dərhal vertolyota komandamla hamısı mindi. Özüm də vertolyota oturandan sonra vertolyot həmin istiqamətdəcə, deməli sağ tərəfə bir 50 metr getdi və dərəyə çöktü. İnanılsız. Belə havalar öyle, hava elə bir bulutlu idi, belə qaranlıq dər oldu, belə hava çox elə bir çətin bir duruma pilot düşdü və bir manevr elədi. Manevr eləyəndə mən dedim, dedi ki, sağ tərəfdən girmə o adamlar yerləşmişdi orada. Mən hiss ededim ki, başa düşdüm, o sağ tərəfdə bizimkilər ola bilməzdi. Niyə görə o bizimkilər hamısı yuxarıda təpədə idilər. Bu moment gördü ki, aşağı tərəfdən atəşlər başlandı. Uçandan sonra onlar hətta bizə raket atdılar.
Biz onda elə başa düşdük ki, vertolyotu vurdular, ya nəsə oldu, faciə oldu, hadisə baş verdi ki, vertolyot artıq məhv oldu. Allah Kazım komandirimizin canını salamat eləsin. Bax, o elə bir manevr eləyib ki, dərəyə özünü atdı, raketi görüb dərəyə özünü atıb. Raketi görmək və dərəyə atma bilirsiniz, bu da saniyələrdir. Mən orada tapşırıq vərəqi vardı, onu dolduranda, bax, indi də tüklərim biz olur. Doldururdum ki, harada oturmuşuz zaten. Həmin məqamlarda qələm birdən-biri əlimdən atlandı. Sağ tərəfə çönəndə gördüm ki, blister deyərlər, vertolyotun şüşəsinə gördüm, oradan deşik var. Nəsə hiss elədim, indi nəsə olacaq. Heç ancaq ağlıma gəlmirdi ki, mən vurulacam. Sən demə, belə qismət imiş, şükür Allaha ki, sağ-salamat ol. Məni snayperlə başımdan bizim məşhur komandirimiz Kazım Abbasov bu vəziyyətdən bizim hamımızı demərlər ki, o cümlədən də mən yaralı ola bizi xilas elədi və yaralıların hamısını gətirdi. Gəranboyun mərkəzinə çatdırdıq. Oradan da bizləri Fəxrəddin, o Allah rəhmət eləsin, bizim milli qəhrəmanımız Fəxrəddin Musayev məni sonradan apardı Gəncə hospitalına. Götürdük sağ-salamat hamısı uşaqları və qayıtdıq həmin o mövqeyə. Ardından mən onları Todan kəndi. Todan kəndində də orada uşaqlar çox sevindi ki, sağ-salamat gəldi bizim uşaqlarımız. Bəziləri dedi şəhid olacaq, ona görə ki, 3 tərəfdən ermənilər gəldi və o yeri almaq